Hiçbir şeye biyoloji təsir eləməklə insanın içində bir insan yaradır. Çok böyük bir qəribə möcüzədir bu. Ve bu yaşamış olduğu 9 ayın içinde insan orada teşekkür tapır, ağıllanır, insan orada ruhlanır. Allah-u Teala ona bir kısmet kader verir, onu ruziləndirir ve o yaşamış olduğu ana bətnini özünün vətəni evi hesab edir. Ve eğer ki kimse ana bətnində olan uşağa desə ki, sen dünya adında bir yere gideceksen, geçmiş olduğun yerde senin cinsinden olan milyonlarla insan var. Orada sen işleyeceksen, aile kuracaksan, ev tikeceksen, orada denizler var, orada balıklar var, orada hava var, orada havada sen nefes alacaksan. Bu havada uçan da kuşlar var. Yer üzerinde gezen de hayvanlar var. O adam diyor ki, ben böyle bir şeyin olmağına inanmıram. Böyle bir şeyin olmağı ağla xilaf bir şeydir. Sonra da benim orada ne işim var ki? Qəşəng isti yerde uzanmışam özüm için. Ne kazanmıram, ne işlem, ne de çeynəmirəm. Öz ruzum rahatça gelir benim bətnimə. Anamın göbeğinden ben qidalanıram. Ben böyle bir şeyin olmağına iman getirmirəm. Ve gelir vaxt tamam olur, 9 ay tamamlandıktan sonra o inansa da inanmasa da, kabul etse de olmasa da, etmese de, dünya hayatına hazır olsa da olmasa da, vaxt tamam olduğunda hiç ondan məsləhət etmeden de soruşmadan da o adam doğulur, dünyaya gelir. Dünyaya geldikten sonra birinci iş budur ki hayat onu yaxşı bir silləliyir ağlasın diye. Ve onu hayat ağlatır. Birinci insan ağlamağı ömür boyu ağlayırıq. Atamızı itiririk, anamızı itiririk, sevdiklerimizi itiririk, sonra səhhətimizi itiririk, sonra özümüzü itiririk. Adam olur vətənini itirir, adam olur evini itirir, adam olur öz balasını itirir, özü qalır ama evladı ölür. Demek ki ağlaya-ağlaya dünya hayatını yaşayırıq. Biz dünyaya doğulub ağıl balik olanda bu olur bizim ikinci vətənimiz. Ana bətni bir de ikinci vətənimiz de dünya. Bizim atamız, anamız, sonra alimlerimiz. Şimdi mesela ben alim olmasam da sizin kardeşimiz olarak burada ben bunu size danışıram. Bəziləriniz məndən də yaxşı bilirsiniz. Bəziləri ola bilər ki birinci dəfə eşirsiniz. Mesela cavanlar ola bilər işin. Və yaxud da ki peygamberlerimiz və yaxud da iman getirdiğimiz Kur'an-ı Kerim bize haber verir ki sen hazır olsan da olmasan da, sen bilsen de bilmesen de, sen inansın da inanmasan da mütlak sen öleceksen. Kulli nefsin zaiqatil mevt. Bütün canlılar ölümü dadacaktır. Ve farkı yoktur. İstəyirsən padişah ol, istəyirsən avam, istəyirsən alim ol, istəyirsən cahil, ya qadın ya kişi bir nəfəs dünyaya gəlib vəq eləyib ağlayan uşaqdan tutmuş, elə də ola bilər. Və yaxud da ki 80 yaşında, 180 yaşında gece gündüz Allah'tan ölüm arzulayın ama öle bilmeyen xəstə koca bir adamda mütləq vakti çatdıqda bu dünyadan ölümün şərbətini içməklə acısını da canında dadmaqla mütləq ölüb çıxıb gələcəkdir. İnansa da inanmasa da. Ve bir insan ana bətnindən dünyaya doğulduğu kimi dünyanın bətnində də yaşadığı müddətdə neçə 10 illiklər yaşasa da bir günlerin ne olur? Əzrail aleyhisselam gelir, o insanı dünyadan ahirete, üzüsü ifademe göre kobut da çıksa, yani doğulur diye, biraz yüngül olsun ifadem. İnsan dünyadan ahirete doğulur ve o doğulduktan sonra ana bətnində necə ki onun olmuş o kapsula ki var suyun içerisinde, onun üzerine de o örtükler falanlar derler. İnsan doğulduktan sonra onlar məhv olur getdiyi kimi dünya hayatından da qəbir hayatına doğulan insanın da bedeni çürüyür, məhv olur. İnsan qəbir aləmində doğulur. Necə ki bir məsəl üçün böyük bir kitabxana, mesela məndə var. Şamile adında milyonlarla kitap olan benim bir fleşkan var. Dini edebiyat oradadır. Bu kompüterden çıkartıram, o birine salıram. Gedirəm harası orası salıram ve neyinirəm orada aktarıram. Filan kitap mənə lazımdır.
Bunun kimi də insanın sağ və sol çiyindəki mələklər də yaxşı yaman əməllərini qeyd eləyirlər. Ölən kimi o yüklənmiş olan fleşkasını çıxarırlar dünyadan, taxırlar qəbir aləminə. O adam bu vaxta qədər dünyada idi, indi ahirətdə olmağa başlayır. Mən inanmıram, inanma. Amma bir günləri bizdə birisi var idi, bir vəzifəli adam idi Qubada, bir də cahil adam idi, biraz qalın adam idi. Bir günlər gəlir, oturur meclisə, molla danışır. O qulaq asmır, bu ancaq fikirləşir ki, molla harada aseşka eləyəcək ki, buna ilişsin bu. Bu da danışır ölümdən filandan, burada gəlir, deyir ki, yaxşı bu Əzrail gələndə, bu Əzrail erkək kişidir. O da deyir ki, valla nə deyim sənə, üstüvə qonanda baxarsan. İndi bu ölüm ki var, inansa da inanmasa da insan. Bir günlər Əzrail Aleyhisselam adama qonacaq. Qurur etmə asi bəndə. Bunu kim deyir? Bunu deyir qələgahdan İsmail Əfəndi. Sizin yerliniz. Qurur etmə asi bəndə. Fələk bir gün alar səni. Əcəldən heç qaçmaq olmaz. Handa girsin, görər səni. Qohum qardaşın ağlarlar. Baş yastığa qoyan çağlar. Vəkil olub ehram bağlar. İki dostun yuvar səni. Gün gəlibən durar alçaq qiyamət günündə. Gün gəlibən durar alçaq. Qaynadar beynün edər topraq. Şəlön ağır mənzil İraq. Alan olmaz, yorar səni. Nə xanlarda qalar xanlıq, nə sultanlıq, nə bəzirganlıq. Körpü hündür, yol qaranlıq. Ayaq tutmaz, yıxar səni. Ağacdan tökülər yapraq. Xələtün biçlər af-ağ, ayaq altda qalan topraq, axır bir gün udar səni və bir günləri axır ki torpaq bizi udar, qarşarıq torpağa, məhv olub çıxıb gedərik, amma ruhumuz yaşamağa davam eləyər. Bu da bizim üçüncü evimiz və dördüncü evimiz nədir? Qiyamət günündə Cenab-ı Allah kürə şəklində olan yeri açıb müstəvi eləyəcək. Və orada xudur kimi qidalı maddələrdən tərkib tapan bir yağış yağdıracaq. Bu yağış ki yer üzərinə indikdən nazil olduqdan sonra, yağdıqdan sonra torpağı qidalandıracaq. Ne cür ki indiki yağış torpağı qidalandırıb ondan otlar bitir. Məsəl üçün Ərəbistanda bir çöldə heç oradaki yağış olmayıb, heç oradaki bitki olmayıb, bitki örtüyü olmayıb. Eğer elə olsa ki orada yağış yağmaya başlasa, heç vaxt orada olmayan otlar bitmeye başlar. Niye? Çünkü o yağış yerden buxarlanıb, sular yerdən buxarlanıb, göydə bulut olanda özü ilə həbbəciklər, yəni toxumları da aparır. O yağışlar oraya yağdı bundan sonra o otlar orada bitmeye başlayır. Bunun kimi də o maddə oraya yağanda hər birimizin burada olan ay cemaat bizim onurğamızın altında axırda Əcbü zənəb diye peygamberin adlandırdığı ne yüksek temperaturda yanmayan ne de aşağı temperaturda donmayan bir dene bizim bedenimizin programı vardır. Onu hemen o madde qidalandıracaqdır ve bu yaz fəslində bu otlar yoxdan çıxdığı kimi, bu yaz fəslində bu kadar həşəratlar dirildiği kimi biz insanlarda ot kimi yerdən bitəcək göd-göd 10 nəfər, 20 nəfər, 100 nəfər bir yerdə Qubanın kəndlərində, dağ kəndlərində görürsən yolu belə yarıblar yol çəkilir. Baxıb görürsən 3 dənə, 4 dənə qəbir üst-üstədir. Bunlar göd şeklində diriləcəklər. Peygamberimiz Aleyhisselam buyurur ki insanlar 50.000 ilin içərisində elə diriləcəklər ki tek ayrılacaqlar. Hətta barmaqlarının izində belə fərq olmayacaq. Parmaq izinin fərqli olduğu ha vaxt bilinib 200 yıl bundan qabaq. Peygamber bunu nə vaxt deyib? 1400 yıl bundan qabaq. Parmağının izində belə fərq olmayacaq. İnsanlar həşr olacaqlar, diriləcəklər. Cenab-ı Allah çağıracaq huzuruna ve insanlardan soruşacak. Dünyada yaşayıp meleklerin de qeyd etmiş olduğu əməllərini onları böyük bir ekranda gösterecek. Neye etmiş olduğu əməlləri hatta kalbinden geçen bütün o fikirler de Allah Teala ona gösterecek ki Atıva Hanıma neye xatir baxmısan? Pensiya kartına göre mi? Yoksa Allah'a göre mi? Vətən devlet niye göre sevmişsən? Rüşvete göre mi? Yoksa ki Allah rızasına mı? Niye dindar olmuşsan? Niye hacca getmişsən? Sənə hürmet eləsinlər mi? Yoksa ki Allah xatirinə. Niye ki əməli? Hətta qəlbindən keçən işlər də orada ona göstəriləcək və
Yasin sonra okuduk. Allah kardeşlerden razı olsun. El yevme naktimu ala efvahihim ve tükellimuna eydihim ve teşhedü erculuhum bima kanu yeksibun. O günleri ağızlar bağlanacak, danışacak eller, ayaklar şehadet verecek elədikleri şeyler barəsində. O adam orada diyebilmeyecek ki, ben bunu eləməmişəm. Bir artist var, bir 7-8 yıl bundan qabaq barmağını aparat bağladılar bir verilişdə. Soruşdular ki, sən qıraqda ailən varmı? Belə də kobud soruşdular. Nə demədi, nə hən, nə yox, çıxardı barmaqlarından tərk elədi studiya. Ne üçün? Yalan danışsa, bilinəcək ki, yalandır. Düzlə danışsa, biabır olacaqdı evdə. Onu getdi. O gün biabır olan gündür. Gizli aşkar her ne varsa çıkacak Allah-u Teala'nın huzurunda ve peygamberlerin şahitliğiyle üzə çıxacaq. Fəmən ya'məl misqalə zərrətin xayran yara və mən ya'məl misqalə zərrətin şərrən yara. Misqalın zərrəsi qədər istir xeyirli iş görəsən, istir şərli iş görəsən, tamamı aşkar olacaq və ona görə də mükafat və ya cəza görüləcək. Ya əbədi cənnətlər, ya da əbədi cəhənnəmlər. Bir adam dünyada məsəl üçün baş ağrısa, dərdisərə düşsə, düşmənə əsir düşsə, özünə qəsd eləməklə canını qurtarır. Amma orada cənnətlər də əbədidir, cəhənnəmlər də əbədidir, ölməyi Allah Teala öldürəcək. Orada baqi əbəd olaraq insanlar yaşayacaqlar. Demək ki, bizim 4 dənə vətənimiz var. İndi biz qəbir üstə gedib gəldik. Qəbir üstə geçmiş olduğumuz o mərasim, bir insanın 3-cü vətəni olan evini ziyaret etmek merasimidir. O orada diridir, eşitmektedir, görmektedir. Peygamber Aleyhisselam bu işin mütəxəssisidir. Peygamber Aleyhisselam'dan soruşlar, dedi ki, bəli, ona salam veren salamını eşidir. Eğer o adamı tanımırsa, melekler onu tanıdırlar ki, senin ziyaretine gelen filan kəsdir. Ve oraya gidip okunan Kur'an-ı Kerim'i o eşidir. Okunan Kur'an'dan hasıl olan savlar ona hediye eləyəndə, o okumuş olan Kur'an-ı Kerim'den de İmam Şafii buyurur ki, o adam faydalanır. Kur'an'ı qəbrin yanında okuyun der. Okuyanda faydalanır der. Ve bu minvalla o onun evidir. Buraya gelen bu cemaat ki var, akın gelirse, eğer gelirlerse ki atam öləndə gelip ayıbdır, mən də gedim, bunların hiçbir savabı yok. Ne ölüye ne diriye. Yo, eğer gelmişikse, düşünürükse ki benim dostumdur, kardeşimdir, yaxşı insandır, məndən ona fayda olsun, dedim onun təziyesinde iştirak edim, hem sahiblerine teskinlik olsun, hem de bir Fatih-i Şerifi okuyayım, ruhuna hediye eləyim, benim dua etməyimlə, onun için istiğfar etməyimlə, Fatih-i Şerifi okumağımdan ona qəbrində bir agahlıq və rahatlıq olsun. Çünki bədəndən çıxan ruh enerjidir, müasir dilinə düşürük. İnsan okumuş olduğu sureler insanı ayrılan enerjidir. Enerji de itmir. Bizimlə də onlar paralel alemde yaşayırlar. Biz şehadet alemiyik, bizden yukarıda ruhlar alemidir, bizden aşağıda da berzakh alemidir. Biz her ne ki okuruz, hatta Peygamberimiz Aleyhisselam diyor ki həftənin 1-ci, 4-cü günləri sizin etmiş olduğunuz əməllər peygamberlere bildirilir. Ama 3-cü ve 6-cı günlər sizin etmiş olduğunuz əməllər de sizin ölülərinizə bildirilir. Yaxşı əməllərinizə sevinirlər, pis əməllərinizə də kədərlənirlər. O səbəbdən də möhtərəm cemaat-ül müslimin, bu meclislerde ki biz iştirak edirik, bunu hem bize hem onun sahiplerine hem de ölülere faydası vardır. Aynı zamanda bu meclisler bizim için ibrettir ki mən bu kapıda yas merasimi olarak 4-cü merasimdir. Əmmimiz vefat eləyib, onun yoldaşı vefat eləyib, kızlı vefat eləyib. Ne olur? Onlar röşen onları yola salıb. Bu günleri biz onu yola salırız. Demek ki bu gündən mütləq bizim içinde vardır. Kabul etsek de etmesek de, inansak da inanmasak da, nedir ki ölülerimizin qəbri onların ruhlarının bədənidir. Bizim de bedenlerimiz, bak bu bedenlerimiz bizim halde ruhlarımızın qəbirləridir. Bu minvalla möhtərəm cemaat-ül müslimin, ruhlar aleminden dünyaya gelen, dünyadan da ahirete köçen insan diridir. Ruhlar alemi diridir. Dünyada da biz diriyik. Ahirete köçtükten sonra da biz diri olarak kalacak. Öldükten sonra hayat yoktur. İnancı komünistlerin, ateistlerin inancıdır. Okunanların da onlara faydası yoktur diyen de onların inancıdır. Biz inanırıq ki, elhamdülillah biz Müslümanız.
Allah Teala bizi görüp ibrət alanlardan eləsin. Ölənlərə rəhmət, qalanlara Allah Teala səhhət, afiyət versin. Bu xanə sahibinin yaxınlarına, evladlarına, xanedanına, əzlərinə Allah Teala səbir versin. Siz cəmaata da çox-çox Allah Teala mükafat versin. Bura gələn qədər attığınız hər bir addıma, verdiyiniz hər bir nəfəsə Allah Teala hac savabları yazsın. Hak Teala Hazretleri dünyamızı salamat eləsin. Düşmənlərimizi məhv eləsin. Dostlarımızı əziz eləsin. Mərdimazarı bizdən uzaq eləsin. Qəbristanlığı yaxın eləsin. Allah canımızı sağ eləsin, özümüzdən müğayət olun. Elhamdülillah, elhamdülillah Rabbil alemin. Hani'en lil akilin ve bereketen lil bazilin. Ve səhhətən ve selameten lil hazirina vel gaibina vel misafirin. Hürmeti sirri suretin Fatiha.